Vapin insan sağlamlığına zərərləri barədə daha öncəki videolarda bəhs etmişdik. İndi isə diasetil və onun səbəb olduğu popkorn xəstəliyi barədə danışacağıq. Son dövrlər vape istifadə edilən yeniyetmələr arasında popkorn xəstəliyi qeydə alınmaqdadır. Bu isə ciddi tənəffüs sistemi xəstəliyidir. Xəstəliyin popkorn adlandırılması ağciyərdən gələn səsin popkorn xırıltısını xatırlatması ilə bağlıdır. Xəstəliyin əsas səbəbi diasetil adlı kimyəvi maddədir. Qida sənayesində dadlandırıcı kimi təhlükəsiz hesab olunsa da, inhalyasiya zamanı, yəni nəfəsə çəkildikdə tənəffüs yollarına ciddi ziyan vurur. Xəstəlik ilk zamanlar özünü adi respirator infeksiya kimi göstərir. Quru öskürək, nəfəs darlığı, halsızlıq, hətta yüksək temperatur müşahidə edilə bilər. Lakin zaman keçdikcə vəziyyət pisləşir və tənəffüs yollarında geri dönməz dəyişikliklər baş verir. Onu da qeyd edək ki, dünya üzrə 39 ölkədə vape istifadəsi qadağan edilmiş və 82 ölkədə yalnız tənzimləməklə satışına icazə verilir. Sağlamlığınız ən qiymətli sərvətinizdir. Onu qorumaq üçün vapedən imtina edin.